İdrak liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb. Buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub. Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq jurnalistlərin suallarını cavablandırıblar. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi. Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. 3 övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib, hamımız şokdayıq deyə Samir Şirinov bildirib. Yeniyetmənin anası həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib. Sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib. Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən İdrak liseyində baş verib. 10-cu sinif şagird atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub. Sonradan o şagirdini bağışlayıb. Şagird hazırda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunur.